Seven könüller üçün çöl, çəməndir əslində. Seven könüller üçün çöl, çəməndir əslində. Cahanda kuyi nigari, vətəndir əslində. Ürəkdir zənn eləmə sinəsində üşşaqin, fəraq-ı yar ilə beytül həzəndir əslində. Hicabə bais olan zahirən gülüm sənsən, səninlə mən arası pərdə məndir əslində. O müşk tellərə kim zülf adın qoyub bilməm, ətirlərin şəhi müşki xutəndir əslində. Çevirdi könlümü alqanı həsrəti ilə yaman, o lə'li ləb ki əqiqi Yəməndir əslində. O qədr yanmışam eşqində yoxdur məndən əsər, o mən ki görmüş idim indi səndir əslində. Bu vəc ilən ki sənə görmədən olub aşiq, demə fənai veysi qərəndi əslində. Demə fənai veysi qərəndi əslində. Bismillahirrahmanirrahim. Salam əziz, dəyərli tamaşaçılarımız, xoş gördük bir daha sizi Qumdanələri verilişində. Bugünkü qonağımız həmişəki kimi Hacı Fariz Xammədlidir. Hacı, xoş gördük sizi. Çox sağ olun. Salamlayıram sizi, Simavuzda bütün izləyicilərimizi. Allah razı olsun sizdən. Hacı, bir sual tamaşaçılara da maraqlıdır, ünvanlayıblar. Səbir və riza barəsində istəyirdim soruşam sizdən. Səbir nədir, riza nədir və bu iki sifətin arasında olan fərqi xahiş edirəm ki, izah eləyərdiniz bu verilişimizdə. Salamlayıram sizi, Simavuzda bütün izləyicilərimizi inşallah. Allah təbarək və təala bu ayın fəzilətini cümləmizə nəsib eləsin. İlk öncə sizə təşəkkür edirəm o gözəl qəzələ görə. Orada bir yerdə vurğuluyursunuz ki, bu mən əgər aradan çıxsa, diqqətlə baxsız görərsiniz, elə səndir əslində. Mövlana'da da belə bir keçir bir yazı, deyir bir gün bir nəfər aşiq öz məşuqəsinin qapısını döydü, öz məşuqunun qapısını döydü. İçəridən səs gəldi, kimsən? Dedim, mənəm. Açmadı qapını. Dedi, niyə açmırsan? Aşiqinəm də. Dedi, yox, əgər aşiqim olsaydın, deyərdin sənəm. Əgər mənəm deyirsənsə, özünü görürsənsə, demək aramızda bir dənə bir sədd var, aramızda bir pərdə var ki, bizi bir-birimizə yaxınlaşmağa qoymur. Çox gözəl vurğulamısınız. Bir də Uveysi Qərən məsələsinin, Allah sizdən razı olsun. Uveysi Qərən həqiqətən bizim ən çox sevdiyimiz səhabə demək olar, tabein demək olar, tabelərdən demək olar, şəxsiyyətdir. Allah təbarək və təala onun ruhun bizlərə duaçı eləsin. Amin. Mən bir hadisə oxumuşdum, böyük alimlərdən birinin həyatındadır. Deyir, müasir zamanda baş vermiş bir hadisədir. Deyir, mən bir gün bir çay verilən çay evində, bir çayxana deyək, Nəcəfdə bir çayxanada oturmuşdum. Gördüm, deyir, orada bir nəfər bizi ilə üzbəyüzdə oturub, mən də atamla bərabər idim. Gördüm, deyir, onun alnında bir dənə çapıq yeri var. Bir var möhürdən alnında nəsə yaranmaq, bir də var ki, bir yara kimi olub, bu yara aralanıb, sonradan bitişib, bilinir ki, orada yara olub, ət əmələ gəlib. Biraz onunla danışdıq, deyir, ona dedim ki, bu yara sənin alnında var, bu nəydən əmələ gəlib? Dedi, bu Siffeyn müharibəsindən qalıb. Siffeyn müharibəsində bu yaranı almışam mən. Deyir, mən belə təbəssüm elədim, dedim, Siffeyn müharibəsi neçə yüz il bundan qabaq olub, əsrlər bundan qabaq olub. Sən indi burada müasir dövrdə yaşayırsan, Siffeyn müharibəsi ara. Deyir, hə, elə olub. Necə olub? Deyir, dedi, mən bir dəfə yolda bir nəfərlə qarşılaşdım, səhrada. Qarşılaşdım, gedirdim bir şəhərdən bir şəhərə, o da gedirdi, rastlaşdıq bir-birimizdən. Deyir, o mənə dedi ki, sən hansı yoldasan, hansı əqidədəsən? Deyir, mən dedim ki, mən Əli ibn Əbi Talibi sevənlərdənəm. Deyir, o dedi ki, mən Əlini sevməyənlərdənəm, Əlinin düşmanlarındanam. Əgər mən Siffeyndə orada olsaydım, qılıncımı çəkib Əliyə qarşı savaşardım. Muaviyə tərəfində Muaviyə tərəfində olardım və Əli tərəflərlə savaşardım, onlara zərbə yetirərdim. Deyir, mən başa düşdüm ki, bu nasibidir.
Deyir, mən də dedim ki, mən də əgər Siffeyndə olsaydım, Əli ibn Əbi Talibin yanında olardım, onun düşmənləri ilə savaşardım. Öldürərdim onları. Deyir, belə dedim, o çəkdi, üstündəki bıçağın çəkdi, cumdu mənə. Mən də əlimdə nəsə var idi, cumdum ona. Biz bir-birimizlə savaşdıq, o məni vurdu. Bir neçə dənə bıçaqla vurdu, mən huşdan getdim. Özümə gələndə gördüm ki, deyir, o düşüb bir tərəfə, özündə deyil, huşdan gedib və mən də qan içindəyəm. Sonra gördüm bir nəfər Seyid, cavan Seyid, əlini çəkir mənim yaralarımın üstünə, çox qəribədir. O əlini çəkdikcə mənim yaralarım sağalır. Sonra deyir, gəldi, hər yerdə ki, yara almışdım onun bıçaq zərbələrindən, onlar sağaldılar. Bir dənə alnımda qaldı, deyir. Mənə dedi ki, bu yara sağalmayacaq. Yəni, bu aradan gedib əvvəlki kimi olmayacaq. Bunu özüm saxlayıram. Soruşdum, deyir, dedim, niyə? Dedi, bundan sonra kim sənə rast gəlsə, soruşsa bu yara hardandır? Deyərsən Siffeyn müharibəsində mənə zərbə vurublar, yaralanmışam. Əlinin rikabındaydım, Əlinin yanındaydım. Çox maraqlıdır, çox böyük hadisədir bu. Bu hadisənin hələ necəliyi ilə işim yoxdur. Amma bu məna baxımından, məfhum baxımından bu möhtəşəm bir hadisədir. Yəni Əli dostları, Əlini sevənlər, Əlinin aşiqləri əsrlər ondan sonra da Əli məhəbbətin qəlbində gəzdirirsə, elə bilə də Əlinin yanında gəzirmişdir. Gör deyir, nə deyir? Deyir, səndən soruşsalar bu yara səndə hardandır? Deyərsən Siffeyndə Əlinin yanında zərbətlənmişəm. Bu yaranı orada almışam. İndi Əli məhəbbəti ilə o Uveysi Qaranidən bu hadisə yadıma düşdü. O ki, heç Peyğəmbəri görməmişdi. Görməmişdi ki, Peyğəmbəri. Amma Peyğəmbəri onu qədər sevən adam yox idi. Peyğəmbəri hər kəsdən çox sevirdi. Hətta 2-ci xəlifənin dönəmində danışırdılar ki, savaşda Peyğəmbərin hansı dişi sındı. Biri dedi bu dişi, biri dedi bu Uveys dedi bu dişi göstərdi. Xəlifə dedi, Uveys, sən Peyğəmbəri görməmsən ki, hardan bildin Peyğəmbərin o dişi sınmışdı? Deyir, mən qoyun sürüsü ilə səhrada idim. Bəzi rivayətdə keçir ki, o deyir, mənim də o dişim sındı həmən vaxtı. Bəzi rivayətdə keçir ki, mənim o dişim möhkəm sızıldadı. Heç vaxt elə sızıltılı diş mənə rast gəlməmişdi. Elə sızıltı, elə acı, elə dərd mənə rast gəlməmişdi. Sonra deyir, mən səhabələrdən birini gördüm, Rəsulullahı soruşdum, deyir, o mənə dedi ki, savaşda Peyğəmbərin bu dişini sındırdılar. Gördüm, elə mənim o sızıldayan dişimdir. Bu eşqdir də, yaxınlaşdırıb. Bəzən sözümün canı nədir? Biz ola bilər əsrlər uzaq düşmüşük. Aşiq ilə məşuqun vəhdət təşkil eləməsi. Yəni, biz ola bilər əsrlər uzaq düşmüşük. Əsrlərlə uzaq düşmüşük Əlinin zamanından. Muhammed sallallahu aleyhi və səlləmin zamanından. Əsrlərlə uzaq düşmüşük. Amma bu uzaqlıq, zamanın uzaqlığı, məkanın uzaqlığı, tarixin uzaqlığı məhəbbəti kəsə bilməz, azalda bilməz, aradan apara bilməz. Biz indi də eləyə bilərik, elə yaşayaq ki, sanki Əlinin yanında yaşayırıq. Sanki Həzrəti Rəsulun yanında yaşayırıq. Bunlar çox önəmli məsələlərdir. Sadəcə burada hesablamalar fərqlidir. Girmişik bəhsə, mən istəyirəm deyəm. İnşallah sizin sualınıza da axırda cavab verəcəm. Amma bu heyfdir, bunları deməmək çox heyfdir. Hacıfən Ay deyir ki, əsrlərlə biz uzaq düşmüşük məsum zaman. Bəzi hesablamalar fərqlidir. Mələkut aləmi ilə lahut aləminin hesablamasında fərq var. Riyazi anlayışında fərq var. Görürsünüz, belə bir söz var, deyirlər, bərəkət harda olur? Bu bərəkət mövzusu riyazi hesablamalarla düz gəlməyən bir mövzudur. Deyirlər, bu mələkut aləmi ilə bizim aləmimizin, lahutla nasutun, bu aləmlə ilahi aləmin arasında hesablamalar fərqlidir. Orada deyir, əgər Allah yolunda versin, çoxalacaq. Sən burada elə başa düşürsən ki, azalar. Burada deyir ki, sənə pulun azdısa, saxla məbada günə. Orada deyir sənə pulun azalanda sədəqə ver. Tam əksinədir. Yəni o aləmin hesablaması ilə bu aləmin hesablaması fərqlidir. Deyir ki, əgər ömrü sən doğru düzgün yerlərdə istifadə eləsin, əgər Allah sənə məsələn ömür verib, var dövlət verib, nəsə verib, sən ki onu doğru düzgün yerdə istifadə eləyirsən, o çoxalacaq. Əgər onu doğru düzgün yerdə istifadə eləməsin, mübtəla olacaqsan onu günahda xərcləməyə. Bu mən la yəhzuruhul fəqihdə Şeyx Səduqun orada bu hədis keçir. İmam Sadiq əleyhissalamdan da mötəbər hədisdir. Deyir Allah bizə ömür verib. Allah bizə var dövlət verib.
Allah bizə hər nə dəyər bildiyimiz varsa onları verib. Biz elə ki onu, məsələn, var dövlətdən başlayırıq. Var dövləti biz doğru düzgün yerlərdə infaq edirik, Allah bəndələrinə xərcləyirik, ehtiyacı olanlara veririk. Özümüz üçün günahda deyil, qeyri-günahda xərcləyirik, ilahi məqsədə çatmaq yollarında xərcləyirik. Biz ki bunu eləyirik, onda Allah ona bərəkət verir. Amma elə ki biz onu Allah istədiyi yerdə xərcləmirik. Hələ günaha xərcləməmişik ya. Sadəcə Allah istəyən yerdə də xərcləməmişik. Allah deyib gördün qonşuna acdı köməklik elə. Ehsana ehtiyacı olana ehsan ver. Maddiyyata ehtiyacı olana köməklik elə, xəstəsi olana köməklik elə, tələbələrə kömək elə. Misal, bu Allah deyən yerlər ki, deyib bunları eləyin, biz onları eləməmişik, dayanmışıq. Elə ki dayansaq, İmam Sadiq Rəsulullah buyurur, mübtəla olarsan onu günaha xərcləməyə. Çox möhtəşəm hədisdir. Yəni sən ki Allah deyən yerə xərcləmədin, %100 mübtəla olacaqsan günaha xərcləməyə. Sonra deyir elə ki qəlbini vilayət sevgisi ilə doldurmadın, mübtəla olacaqsan əlinin düşmənlərinin sevgisinə. Elə ki qəlbini Allah sevgisi ilə doldurmadın, mübtəla olacaqsan büt sevgisinə, şirk sevgisinə, Allah sevgisindən kənarda olan sevgilərə mübtəla olacaqsan. Bu ümumən belədir. Ən-nəfsu izaləm təşğəlha şəğələt ki. Nəfsə əgər sən məşğul eləməsin, o səni məşğul eləyəcək. Ona görə bizə deyir, əgər istəyirsiniz artsın, ənfiq və ayqin. İnfaq elə Allah yolunda ver və yəqin bil və ayqinil xələf və yəqin bil yeri doldurulacaq. Yəqin bil yeri doldurulacaq. Demək, ilahi hesablamalar fərqlidir. Bizim hesablamalarımızdan fərqlidir. Elə ki biz ilahi hesablamaları başa düşürük, İlahi hesablamalar bizim üçün aydınlaşandan sonra çox məsələlər bizim üçün aydınlaşır. Misal olaraq nə? Cabir ibn Abdullah Ənsari gəlir İmam Baqir əleyhissalamın yanına. İmam Baqir ondan soruşur ki, Cabir, necə yaşayırsan? İşlərin necədir? Halın necədir? Bu mənəvi haldan söz gedir. Vəziyyətin, durumun necədir? Cabir deyir ki, ağa, elə yaşayıram ki, xəstəlik mənim yanımda sağlamlıqdan daha sevimlidir. Yəni xəstəliyi daha çox istəyirəm sağlamlıqdan. Həzrət qulaq asır ona. Deyir sonra, deyir ağa mən elə yaşayıram ki, kasıblıq və fəqirlik mənim yanımda zənginlikdən və varlıqdan daha sevimlidir, daha yaxşıdır. Həzrət buyurur ki, sonra Cabir, deyir ağa mən elə yaşayıram ki, ölüm mənim yanımda həyatdan daha şirindir. Bu dünyadan daha şirindir. Ölmək mənim üçün bu dünyadan daha şirindir. İmam Baqir əleyhissalam ona buyurur ki, Cabir, mən elə yaşamıram. Deyir, bəs sən necə yaşayırsan ağa? Deyir, mən elə yaşayıram ki, Allah rəva bilib. Yeki dərd o, yeki dərman pəsəndət. Yeki vəsl o, yeki hicran pəsəndət. Mən az dərd o dərman o vəsl hicran pəsəndəm ançəra canan pəsəndət. Biri dərd dalıcadır, biri dərman dalıcadır. Biri vəsl dalıcadır, biri hicran dalıcadır. Mən bu dərddən, dərmandan, vəsildən, hicrandan onun dalıcayım ki, Allah onu bəyənir. Allah onu istəyir. Allah nəyi istəyirsə mən onu istəyirəm. Cabir ibn Abdullah Ənsari deyir, ağa bu necə olur? Deyir, səndəki səbr məqamıdır, böyük məqamdır. Məndəki riza məqamıdır, təslimiyyət məqamıdır. Həzrət buyurur. Yavaş-yavaş cavaba gəlirik. Cavaba gəlirik. Bəli, oradan istədim yola çıxam, gördüm əlaqələr də var. Sizin sualınız da çox gözəl olmuşdu. Demək, buyurur ki, mən istəyirəm onu ki, Allah istəyir. Allah nəyi bəyənibsə mən onu bəyənirəm. Mən təslim oluram ona ki, Allah ona təslim edib məni. Allah razılıq verib ki, o elə olsun. İmam Hüseyin əleyhissalam Allaha ərz eləyirdi ki, deyirdi, ilahi, rizən bi qəzak. İlahi, sənin çıxartdığın hökmə mən razıyam. Bu təslimiyyət məqamıdır. Yəni, mən demirəm, ilahi, mənim üçün belə elə. Bu, belə bir ümumiyyətlə, bu insanın stresdən uzaqlaşması üçün, depressiyadan uzaqlaşması üçün alimlər belə bir yol deyirlər. Deyirsən, biləsən ki, bu aləmdə hakimiyyət eləyən varlıq sənin dostundur. O Allah ki, bu aləmin idarəçiliyi onun əlindədir. Sən o ilə dost olmuşsan. Və o sənin xeyrivi özün üçün öz barında səndən daha yaxşı bilir. Sənin məsləhətini səndən daha yaxşı bilir. Elə ki, belə olsa insan özünü onun qucağına, ağuşuna buraxır, onun qollarının üstünə buraxır. Artıq sən ona demisənsə, o bilir. O belə, Mövlanada belə bir şey var. Deyir, heç vaxtı bir quzu, hansısa bir alim məktəbinin, misal ümumiyyətlə psixoloji belədir də. İndi mən bu öz təbirlərimlə deyirəm, sonunda onun sözünü deyərəm Mövlananın. Deyir, heç vaxtı bir quzu gedib hansısa ali bir məktəbin, universitetin, camiənin dekanı olmaq fikrinə düşməz.
Gedəsən məsələn səhrada heyvanatı tapasan, bir dənə heyvandan soruşasan ki, sənin arzun nədir, potensialda nə olmaq istəyirsən? Desin mən filan ali məktəbin müdiri olmaq istəyirəm, dekan olmaq istəyirəm, rektor olmaq istəyirəm. Niyə? Çünki onda bu potensial yoxdur axı. Bu potensial onda olmadığına görə o heç vaxt istəməz o məqama çatsın. Biz ki bu tələb bizdə var, biz bunu istəyirik, bu potensiala görədir. Mövlana deyir ki, kin tələb dar tu girogan xudast. Bu tələb ki səndə var, bu Allah tərəfindən sənə əmanət verilib. Buna görə ki, sənin potensialını göstərir. Əgər səndə bu varsa, mən onu istəyirəm olum, demək səndə o qadirlik, o qüdrət var. Sən o ola bilərsən. Ona görə Allah o tələbi də sənin daxilində qoyub, o istəyi də qoyub. İstə Allah təbarək və təala verəcək. Niyə? Çünki əgər istəmək meyli varsa səndə, demək ki, o ola bilər. Ona görə o səndə qoyulub. Sən su içmək istəyirsənsə, deməli su var. Su olmasaydı sən susuzlamazdın. Əgər sən harasa çatmaq istəyirsənsə, hansısa kamil zirvəni fəth eləmək istəyirsənsə, potensialda ona istəyirsənsə olmaq, o sənin potensialında qoyulub ki, səndə bu istək var. Necə ki, bir heyvan gedib bir ali məktəbin direktoru olmaq fikrinə düşmürdüsə, deməli onda yoxdur, heç vaxt o fikrə düşməyəcək. Ona görə o meyl də onda yoxdur, o tələb də onda yoxdur. Səndə bu varsa, deməli o potensialda sən ona çata bilərsən. Elə ki, insan bunu başa düşdü və bilir ki, bu potensialları, bu qüvvəni fəaliyyətə çatdıran, bu potensialları həyata keçirdən Allah və qadir mütləq, cahanın mütləq sahibi mənim dostumdur. Mən o ilə dost olmuşam. Artıq sən onun müqabilində təslim olursan. Onun çıxartdığı hökmlərlə sevinirsən. Bəzən mən deyirəm ki, belə dostlara deyirəm, bir dənə oturun fikirləşin. Deyirsən ki, ilahi, bəzi varlıqlar var, onları sən seçmisən mənim üçün. Bəzisini özüm seçirəm. Misal üçün, gələcək həyatımızda ailəmizi biz seçirik. İnsan özü seçir, ailə qurur. Amma valideyni biz seçmirik. Qardaşı, bacını biz seçmirik. Onları Allah bizə verir. İndi oturub bəzən deyirəm, düşünün. Görün bu valideyn ki, Allah tərəfindən sizə verilib. Birdən Allah özü desəydi sizə ki, valideyn seçməyi sənin ixtiyarında qoymuşam. Özünə bir valideyn seç. Sən görərdin ki, Allahın sənin üçün seçdiyindən artıq seçə bilməzsən. Allah ən gözəlini sənin üçün seçib. Eyni ilə Allah barəsində də belədir. Allah təbarək və təala barəsində. Deyir ki, ilahi, əgər mənə desəydilər özünə bir Allah seç, səndən gözəlini seçə bilməzdim. Səndən daha layiqlisini seçə bilməzdim. Sən mən istədiyim, arzuladığımdan daha böyük zirvədəsən, daha yüksəkdəsən, daha ucadasan. İlahi, nə olar? Sən də məni özün bəyəndiyin bəndələr kimi idi. Sənə də desələr ki, ilahi, özünə bir bəndə seç, sən ona bir müşəxxəsat qoyacaqsan. Deyəcəksən ki, belə olmalıdır, belə olmalıdır, belə olmalıdır. İlahi, nə olar məni elə Fəvvüz əmri ilə Allah. Deyir ki, ilahi, fəvvüzü əmri ilə Allah və yaxud məsələn deyir ki, ilahi, icəlni kəma tuhib. İlahi, sən ilahi, sən mənim sevdiyim kimisən. İlahi, məni də elə qərar ver ki, sən sevirsən. Elə ki, mən də sən sevdiyin kimi olum. Deməli, elə ki, insan başa düşür ki, hər nə Allahın ixtiyarındadır bu aləmdə, aləmin tədbiri bizim dostumuzun əlindədir. Artıq mən o ilə dostum. Başa düşür ki, o mənim barəmdə nəsə çıxardırsa qərar. O qərar mənim xeyrimədir demək. Onda artıq insanda təslimiyyət ortaya çıxır. Mən istəyirəm bu təslimiyyətin sirri məsumlarda necə idi bu təslimiyyət? Artıq məsumlar bilirdilər ki, aləmin tədbiri bizim dostumuzun əlindədir. Aləmi idarə eləyəndən biz dost olmuşuq. İnsan ki, Allahla dostluğu yaradır, ondan sonra bu aləmdə insan üçün də acı bir şey qalmır. Hər nə insana şirinlik gətirir yavaş-yavaş. İnsan üçün gözəlləşməyə başlayır ətrafın hamısı. Əsas odur ki, onunla dost olmağın yolunu bacaraq. Onunla dost olmağın yolu bu kainatda onun ayırdığı zamanlarda ona ibadət eləməkdir. Ona itaat eləməkdir. Xüsusilə mübarək Ramazan ayında. İndi insan bir dənə baxsa bu ayla o birisi ayların fərqinə, görəcəksən ki, bu ayla o birisi ayların arasında böyük bir fərq var. Hətta o adamlar ki, oruç tutmurlar müəyyən səbəblərdən, mən bəzən onlarla da söz danışanda, kəlmə kəsəndə görürüm, mənə deyirlər ki, biz özümüz hiss eləyirik ki, sanki başqa bir aləmdəyik. Xüsusilə bu günəşin batdığı və günəşin çıxdığı zamanlarda bu ayda, Ramazan ayında, bu duanın qəbul olunduğu zamanlar ki var. Məsələn, duanın qəbul olduğu vaxtlardan biri indəl iftardır da, iftar zamanıdır, dua qəbul olur. Bir dənə dostlarımız ki bizi izləyirlər,
Bu verilişdən sonra bu iftar zamanına bir diqqət eləsinlər. Görsünlər orada necə bir mənəvi ab-hava var. Ola bilər bəlkə də bu günə qədər fərqinə varmamışıq. Yeməyi gözləmişik iftar zamanında. Birdən o iftara 10 dəqiqə, 15 dəqiqə qalmış zaman, o günəşin batdığı, o qürub elədiyi zaman ki var, günəş batır. Həmin vaxtdan o Humre-i Məşriqiyyə çəkilən vaxta qədər, o qırmızılıq çəkilənə qədər 15-20 dəqiqə orada bir fasilə var, o iftardan qabaqki fasilə. Orada duanın qəbul olunduğu zamandır. Hətta mən deyirəm ki, dostlarımıza sifariş edirəm, onlar ki, oruç tuta bilməyiblər. Tuta bilmirlər. Yaxud səfərdədir, qocadır, xəstədir, oruç tuta bilmir. Mən dostlardan deyirəm ki, onlara da deyin bu zamanda dua eləsinlər. Bu zaman feyz hamısı üçündür. Təkcə oruç tutanlar üçün deyil. Allahın bütün bəndələri üçündür bu feyz. Nə gözəl olar ki, insan həmən zamanın feyzindən özünü məhrum eləməsin. Oruç tuta bilməmişik. Amma bu zamanın feyzindən bəhrəmənd ola bilərik, bəhrələnə bilərik. Ondan sonra Allah təbarək və təala ilə dostluq başlayacaq Allahın izni ilə. Allaha tərəf addımlamaq başlayacaq. Ramazan da ən böyük fürsətdir Allaha tərəf addımlamaq üçün. Hacı, bir hadisə düşdü yadıma. Allah rəhmət eləsin, bizim bir müəllimimiz vardı. Allah ona qəriq rəhmət eləsin, ruhu şad olsun. Amin. Hacı Həsən müəllim. Həmişə biz cavanları çağırırdı yanına. Dedi, gəlin sizi bir bahalı dua eləyim. Maşdağa kəndində, bəli. Gəlir deyirdi ki, Allah sizdən razı olsun. Yəni bu Allah sizdən razı olsun bizim həmişə dilimizdədir. Amma biz onun əhəmiyyətini heç vaxt fikir verməmişik bu vaxta qədər. Deyirdi, bu çox böyük sözdür. Hacı Həsən müəllim deyirdi ki, bu çox böyük bir cümlədir. Yəni bunu adiləşdirməyin o qədər. Allah sizdən razı olsun. Hacı, həqiqətən mən o sözdən sonra, hacının o sözündən sonra çox düşündüm bu barədə. Sanki təzə tanış olurdum, təzə aşina olurdum bu kəlmə ilə, bu cümlə ilə. İndi hacı istəyirəm sizə bir sual verin bu barədə ki, hacı bu razılıq məqamını bəndə necə əldə etməlidir? Həm özü razı olsun Allahdan, həm Allah ondan razı olsun. Allah Həsən müəllimin də ruhunu şad eləsin. Amin. Həqiqətən bizim həyatımızda müəllimlərimizin rolu çox böyükdür. İnsan üçün çox önəmli məsələlər var. Bizim müəllimlərdən biri bir xatirə yadıma düşdü. Çox demişəm bunu dostlara. Deyirəm ki, bir dəfə müəllim deyir ki, sinifdə, deyir, sizə əgər desələr ki, dünyanın sonuna bir gün qalıb, neyniyərsiniz? Onu bir vərəqə yazın, gətirin, verin mənə. Sinifdə oturanlar hərəsi bir cümlə yazır. Biri yazır ki, mən gedib valideynlərimin yanında keçirdirəm o günü. Biri yazır, mən ziyarətdə olmaq istəyərəm. Biri yazır, incitdiklərimdən halallıq alaram. Hər halda gözəl cümlələr yazırlar. Həyatlarında çatışmayan yerləri o cümlələrlə doldurmağa çalışırlar. Gətirib onu müəllimə verəndə bir dənə də müəllim yazdı. Yazdı, mən gözəl tələbələrim, balalarım. Bu gözəl işləri yerinə yetirmək üçün bəyəm dünyanın sonuna bir gün qalmalıdır. Allahu Ekber. Niyə eləmirsiniz? Eləyin indi, günlər qalıb, aylar qalıb, illər qalıb. Yəni lazım deyil ki, dünyanın sonuna bir gün qalsın, ondan sonra gedəsiniz, başlayasınız yaxşı işləri görməyə. Yəni müəllimlərin bir sözü insan həyatında böyük dəyişikliklər eləyə bilir. Həqiqətən bu Allahın insandan razı olması ki, bu bizim ən böyük duamızdır. Ağızda hamısı bir-birinə deyir, çoxu da bunun fərqinə varmır. Bu nə deməkdir Allahın insandan razı qalması? Görsən, deyir, əsas odur ki, sən razı qalasan. Adam birini istəyəndə, deyirsən, nə deyirsən, eləyərəm sənin üçün, amma tək ki, sən narahat olma, sən narazı qalma. Sən razılıq əldə eləmək istəyirəm. İnsan ki, onun razılığını əldə eləmək istəyir, o adam tam surətdə günahlardan uzaq olacaq. Elə ki, insan bunu düşünür ki, o məndən razı olsun, bu məsələ insan həyatına istiqamət verir. Bu namaz haqqında bir dənə hədis var. İmam Sadiq əleyhissalamdan buyurur ki, mömin sübhü qılandan sonra zöhrün intizarını çəkir. Zöhrü qıldı, əsrin intizarını çəkir. Əsri qıldı, məğribin intizarını çəkir. Məğribi qıldı, işanın intizarını çəkir. Həzrət buyurur ki, bu intizar insan həyatına istiqamət verir. Yəni intizar çəkən adam heç vaxt bu namazla o namazın arasında günah eləmə fikrinə düşmür. Çünki öz işindədir, orada alver eləyir, dərs deyir, müəllimlik eləyir, ustalıq eləyir. Hər kəs öz işindədir, amma namaz intizarındadır. Allahı özündən razı salmaq da bir növ belə məsələdir. İnsan buna belə baxsın. Düşünsün ki, Allah məndən razı qalsın deyə mən yaşayıram, əməllərimi ona görə eləyirəm.
o artıq hər bir işlə məşğul olanda Allahın razılığını düşünəcək. O düşünəcək ki, birdən bunu belə etmərəm, orada Allahın narazılığı ortaya çıxar, narizayəti ortaya çıxar. İnsan ki, Allahı özündən razı salmağa çalışdı, onda Allah təbarək və təala da insandan razı qalacaq, mütləq surətdədir. Yəni həm biz ondan razı olmalıyıq, həm də o bizdən razı olmalıdır. Quranda ayələr keçir. Geniş mövzudur bu. Geniş mövzudur. Onlar Hacı. o şəxslərdilər Mən bu rizayət haqqında hacı bir hədis oxumuşdum. Mən Onu bir 2 il, 3 il bundan qabaq nəzmə çəkmişəm Ay bu maşallah. rəvayəti. Çox gözəl bir rəvayətdir. Bir Musa peyğəmbər Allahla münacat eləyəndə dedi: "İlah və Rəbbi, mənim bir sualım var, amma xəcalət çəkirəm bunu verim sənə." Allah dedi: "Ya Musa, mən qəlblərdən xəbərdaram, bilirəm, amma dilvə gətir, eybi yoxdur, eşidirəm səni." Musa peyğəmbər ərz elədi: "İlah və Rəbbi, əgər sən bəndə olsaydın, öz Allah'ı necə razı salardın?" Dəhşət bir sualdır Çox, hacı. çox. Əgər desən bəndə olsaydın, öz Allah'ı necə razı salardın? Allah buyurdu: "Ya Musa, mən əgər bəndə olsaydım, öz Allah'ımı onun bəndələrinə xidmət Xidmət etməklə eləməklə razı razı. salardım." Yəni möhtəşəm bir hədisdir. Mən onu nəzmə çəkmişəm. İnşallah bir gün verilişlərin birində Bütün oxuyaram. inşallah mütləq oxuyarsınız. Bu bir ümumiyyətlə bir addımdır. Bu tək rıza məsələsində deyil. Bunu ümumiləşdirmək lazımdır. Yəni bizi dinləyənlər, izləyənlər ümumiyyətlə Allahın razılığı üçün bəndələrin razılığı şərtdir. Bu bir. Və düşünmək lazımdır ki, mən ləm yəşkurul məxluq ləm yəşkurul xaliq. Bəli. Bəndələrə təşəkkür etməsin, Allaha da təşəkkür etməzsən, belə keçir. Yəni ümumiyyətlə hər nəyi Allah təbarək və təala bu məxluqatla ünsiyyətdə qurub. İnsanın məxluqiyyətlə ünsiyyətindən Allah təbarək və təala onun necə bir şəxsiyyətə malik olduğunu başa düşə bilir. Ümumiyyətlə insan istəyirsə Allah təbarək və təala ilə ünsiyyətini normallaşdıra bilsin, gərək cəmiyyətlə, yaşadığı cəmiyyətdə insanlarla öz ünsiyyətini normallaşdıra bilsin. Allahın məxluqatı ilə davranışında doğru düzgün davransın inşallah. Allah təbarək və təaladan istəyirəm ki, bizə onu sədaqətlə başa düşməyi nəsib eləsin. Onun əmrinin müqabilində təslim olmağı, ona razı olmağı, çıxartdığı hökmə razı olmağı cümləmizə nəsib eləsin. Allah inşallah. razı olsun hacı. Bizim başa Çox sağ olun. düşdüyümüz tərzdə dərk etdiyimiz qədər bu cümləni deyirəm sizə. Allah sizdən razı olsun. Cümləmizdən. Xalqın xidmətində daim varsınız. Təşəkkür edirəm. Allah bütün xidmət eləyənləri Allah yolunda, Əhl-Beyt yolunda, bütün xidmətçiləri Allah qorusun. Allah gələn günlərimizi xeyirli eləsin. Amin. Mübarək Ramazan ayımızı, axırıncı Ramazan ayımız qərar verməsin inşallah. Amin inşallah. Hacı təşəkkür edirik. Çox sağ Allah olun. elmimizə, nitqimizə, təvvüzə bərəkət versin. Çox sağ olun. Allah Mən razı sizə olsun. təşəkkür edirəm. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Gələn verilişlərə qədər sağ-salamat qalın inşallah. Allaha əmanət olun.